Növbəti hüquqşünas nazir, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev bildirib ki, biz minimum əmək haqqının mütəmadi olaraq artırılmasını təmin edirik. Minimum əmək haqqını 130 manatdan 400 manata çatdıra bilmişik. 2018-ci ilin yanvarın 1-də ölkədə minimum əmək haqqı 1 manat idi. Bəli, indi 400 manatdır. Bəs yaxşı inflyasiya, yəni rəsmi rəqəmlər necə dəyişib? Yeni Sabah məlumat verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli öz Facebook səhifəsində yazıb. Bu deyib ki, 2018-ci ildən bəri qeydə alınan qiymət artımlarını nəzərə aldıqda minimum əmək haqqı olduqca az artıb. 2018-ci ildə 2,3%, 2009-cu il 2,6%, 2002-ci il 2,8%, 2002-ci il 6,7%, 2002-ci il 3,9%, 2003-cü il 8,8%, 2004-cü il 4,9%, bu il isə hələlik 6% civarındadır. Yaxşı, 2018-ci ildə ət neçə idi? Kilosu 10-11 manat, indi neçədir? 20 manat civarında. 2018-ci ildə yağ neçə idi? 14-15 manat, indi neçədir? 22-25 manat arası. Kommunal xidmətlər, nəqliyyatda gediş haqqı, ərzaq və dərman qiymətləri 2018-dən bəri nə qədər artıb? Hüquqşünas nazir nədən müqayisəni yarımçıq aparıb? Minimum əmək haqqının artmasından əziyyət çəkən, bəli, əziyyət çəkən yüz minlərlə insan var və önlə çalışanlara böyük yük düşür. 2018-ci ildə minimum əmək haqqı 130 manat olanda və önlə çalışanlar DSM ya 32 manat 50 qəpik ödeyirdilər. İndi 400 manat olub. DSM ya 100 manat, özü də ayda nə qədər dövriyyən olur olsun, yenə də 100 manat ödəməli olursan. Ekspert diqqətə çatdırıb ki, minimum əmək haqqı məsələsi formal göstəricidir. Hökumətin hüquqşünaslardan ibarət iqtisadi komandasına dəfələrlə müraciət etmişik. Publik çıxışlarımızda demişik ki, qanunvericilikdə verilən çalışanların DSMF ödənişlərinin minimum əmək haqqına bağlılığını qaldırın, qanundan o cümləni çıxardın. Daha doğrusu, Milli Məclisə elə təkliflə gedin etmirlər. Bu ağın o cümlənin qalması kiçik sahibkarlara əlavə yükdür. Sabah məsələn minimum əmək haqqı lap elə 800 manat oldu. O vaxt hər ay 200 manat ödəməli olacaqlar axı. Bu ədalətsiz və məntiqsiz yanaşmadır. Onu da deyim ki, minimum əmək haqqı məsələsi formal göstəricidir. 400 manat olması nəyə təsir edir ki, dövlət özəl bu rəqəmdən aşağı maaş verə bilməz əslində verir. Yarımştat rəsmiləşdirərək ancaq indi bəyən 400 manata işləməyə Bakı və Abşeronda böyük şəhərlərdə kim razı olar ki, ay ərzində nəqliyyat və nahar pulu belə 400 manatdan çox olur.